Salam, mən biologiya müəllimi Aysel Rüstəmova. Bu video izahda sizə öz tərtib etdiyim zülallara aid məsələnin izahını verəcəm. Düzdür, məsələni bir neçə gündür paylaşmışam. Sadəcə vaxt baxımından izahını paylaşa bilmirdim. Bugün inşallah paylaşacağam. Deməli, məsələdə nə deyilir? Məsələdə deyilir ki, iki zəncirli bir zülal molekulunun tərkibində ortada olan amin turşularının sayı amin uclu amin turşularının sayı ilə karboksil uclu amin turşularının sayıları cəmindən 120 vahid çoxdur. Və bu zülal molekulunun tərkibindəki sonda nə istəyirəm mən? Deməli, deyirəm ki, bu zülal molekulunun tərkibindəki iki peptid rabitə əmələ gətirən amin turşu qalıqlarının radikalsız hissələrinin kütlələri cəmi nə qədər olar? Deməli, məsələnin izahına keçməzdən öncə biz nəyi bilməliyik? Biz bilməliyik ki, mən burada sizə deməli, nəyi deməliyəm? Biz bilməliyik ki, amin uclu amin turşu hansıdır, karboksil uclu amin turşu hansıdır. Mən burada bir zəncirli zülal üzərində göstərəcəm. Növbəti şəkildə isə iki zəncirli zülalda onların sayı nə qədərdir onu deyəcəm. Biz baxırıq ki, deməli amin uclu deyəndə nəyi nəzərdə tutur, karboksil uclu deyəndə nəyi nəzərdə tutur. Mən burada 3 dənə amin turşu üzərində göstərmişəm, amma burada biz ortada bilmirik də nə qədərdir. Ortada olan amin turşular, biz onu tapmalıyıq. Ortada məsələn x qədərdir. Amma burada yerləşsin deyə, lövhədə yerləşsin deyə mən bir dənə göstərmişəm. Amma n qədər, x qədər ola bilər. Sayını da məsələnin şərtinə əsasən tapacağıq. Deməli, ilk öncə nəyi müəyyənləşdirməliyik? Biz amin uclu amin turşu hansıdır, karboksil uclu amin turşu hansıdır? Biz bunu bir zəncirli bir zülalda müəyyənləşdirsək, iki zəncirli zülalda artıq rahatlıqla tapa biləcəyik. Deməli, baxaq görək. Burada birinci amin turşu, mən baxıram ki, amin uclu hansıdır? Mən baxıram ki, birinci amin turşuda, amin qrupunda, baxın, bu reaksiyaya daxil olan amin turşulardır. Burada 3 dənə amin turşu vermişəm. Bu da zülalın tərkibində olan amin turşulardır. Artıq reaksiya baş verib, peptid rabitə yaranıb və zülalın tərkibindədir bu amin turşular. Mən baxıram ki, birinci amin turşunun amin qrupu, yəni necədirsə, daxil olanda necədirsə, elə zülalın tərkibində də elə qalmış olur həmin amin qrupu. Ona görə də bu zülalın tərkibində istəyir bir zəncirli olsun, istəyir iki zəncirli olsun, yəni zəncir sayından asılı deyil. Birinci amin turşuya deyəcəyik ki, amin uclu amin turşu. Sonuncu amin turşuya baxıram ki, baxın, zülalın deməli, istəyir reaksiya daxil olanda mən baxıram ki, karboksil qrupunda heç bir azalma yoxdur. Baxın, zülalın tərkibində də sonuncu amin turşunun karboksil qrupunda heç bir azalma yoxdur. Deməli, mən sonuncu amin turşuya nə deyə bilərəm? Karboksil uclu amin turşu. Karboksil uclu amin turşu. Mən baxıram ki, bir zəncirli deməli zülalın tərkibində amin uclu amin turşu sayı nə qədər oldu? İstəyir nə qədər amin turşu olur olsun, amin uclu bir dənə olacaq. Bu bir dənə. Bir zəncirli də bir dənədir. Karboksil uclu da bir dənə olmuş olacaq. Sonuncu amin turşu. Deməli, zəncirin əvvəlindəki amin ucludur, sonuncudakı da karboksil ucludur. Sonra gəlin bu şəkilə baxaq. Deməli, burada isə mən nəyi göstərmişəm? Burada isə artıq birinci zəncir və ikinci zəncir göstərmişəm və zülalın tərkibində artıq burada reaksiya baş verib, amin turşular arasında peptid rabitə yaranıb, biz indi amin uclu, karboksil ucluların sayını tapaq. Deməli, bir zəncirlidə bir dənə idisə, artıq iki zəncirlidə mən amin ucluları nə qədər görürəm? 2 dənə yazıram. Amin uclu, amin turşular olacaq nə qədər? 2 ədəd. 2 ədəd. Sonra baxıram ki, iki zəncirlidir də. Burada karboksil uclu amin turşu isə, o da 2 ədəddir, sonunculardır. Karboksil uclu amin turşular, deməli nə qədər olur? O da 2 ədəd olur. Deməli, bu birinci sayı biz müəyyənləşdirdik. Çünki şərtdə deyirəm ki, ortada olan amin turşuların sayı, amin uclu amin turşuların sayı ilə karboksil uclu amin turşuların sayıları cəmindən, yəni bu 4-dən 120 vahid çoxdur deyirəm. Deməli, burada mən ortada olan amin turşuları indi biz müəyyənləşdirməliyik də, yəni bir də bunu deyim. Ortada mən burada bir dənə göstərmişdim, bayaq da dedim sizə. Amma ortada hər ikisində, yəni x qədər ola bilər də, mən bilmirəm nə qədərdir. Ayrı-ayrıqda da götürə bilərik. Məsələn, x qədər birinci zəncirdə, x qədər ikinci zəncirdə. Bu şəkildə götürsəm, yaza bilərəm də 2x, yəni ortada olan amin turşular bərabərdir. Deyirəm ki, amin uclu amin turşuların sayı ilə, yəni 2 ədəd bunlar. 2, karboksil uclu amin turşuların sayından 2 ədəd də bu.
Bunlardan, yəni bunların sayları cəmindən deyirəm 120 vahid çoxdur. Deməli ortada olan amin turşular, yəni 2x buradan yazım. 2x bərabərdir 124 olur. X də bərabərdir 62 olur. Yəni birinci zəncirdə ortada olanlar 62-dir, ikinci zəncirdə də 62-dir. Bu əgər ortada amin turşuların sayı bərabər olanda belədir, amma bunu belə də tapa bilərik. Yəni hər iki şəkildə tapmaq olar. Deməli ortada olan amin turşuları ümumi, yəni fərq dəyişmir. Sadəcə mən ortada olan deməli hər iki zəncirdə ortada olan amin turşularının sayı bərabər sayda, yəni o ifadəni yazmamışam. Ona görə də bu şəkildə yazsaq daha düz olar. Ortada olanları ümumi olaraq mən x ilə işarə eləsəm, yazaq, ortada olanlar bərabər, yəni x bərabərdir. Amin ucullar, amin turşu sayı 2 dənədir. Karboksil ucullar 2 dənədir. Üstə gəl yazıram. Deməli 120 vahid çoxdur deyirəm. Deməli onda mən ortada olanları ümumi olaraq tapdım ki, 124 ortada amin turşu var. Yəni mənə bu lazımdır, ortada olan amin turşular. Amma indi bu zülalda cəmi nə qədər amin turşu var desə, ortada olan 124-dürsə, buranı bir dənə silək. Deməli, ortada olan 124-dürsə, üzərinə 2 dənə amin uculları gələcəm, 2 dənə də karboksil uculları gələcəm. Deməli, bu zülalda cəmi 128 amin turşu var. Yəni, bunu tapdım. İndi bir də bizdən məsələdən nə istəyir? Sonda deyir ki, biz ortada olanları tapdıq. Amin uculu, karboksil uculu nədir? Bunları da bildik. İndi mən sonda nə istəyirəm? Deyirəm ki, sizə 2 peptid rabitə əmələ gətirəm. Baxın, ortada nə qədər amin turşu olursa olsun, burada da göstərmişəm. Bu yaşılla mən nəyi vermişəm sizə? Hər ikisində, hər iki zəncirdə. Peptid rabitəni göstərmişəm yaşılla. Peptid rabitə. Rabitəni yaşıl rənglə göstərmişəm. Peptid rabitə. Mən görürəm ki, ortada olan, deməli 2 peptid rabitə yaradanlar, onda məsələn 128 cəmi amin turşu var idi. 128 amin turşu var idi. Onlardan əvvəldəkilər, hər zəncirin əvvəlində, sonunda olanlar bir peptid rabitə yaradır. Mən bunu görürəm. Burada da siz də görürsünüz. Deməli mən onda bu bir peptid rabitə yaradanlar 2 zəncirli olduğuna görə 4 ədəddir. 128-dən 4-ü çıxıram. Deməli 124 amin turşu nə edir? 2 peptid rabitə yaratmış olur. Bunu da tapdıq. İndi bir də qaldı bizə nə? Mən baxıram ki, deməli amin turşuların zülalın tərkibində birinci amin turşuda mən görürəm ki, nə yoxdur? OH, yəni hidroksil ionu da, yəni OH radikalı yoxdur. Deməli və bu azalmada qeyri-radikal hissədə olur. Radikal hissədə heç bir şey azalmır. Radikal hissə mən bilirəm ki, 54-dür. Qeyri-radikal hissədə sərbəst halda 74-dür. Amma zülalın tərkibində mən görürəm ki, OH yoxdur da. OH-ın da kütləsi nə qədərdir? 17. Deməli 17-ni çıxıram, bu eləyir 57. Birinci amin turşunun qeyri-radikal hissəsi, yəni radikalsız hissəsinin kütləsi 57-dir. Ortada isə mən görürəm ki, amin qrupundan hidrogen, karboksil qrupundan da OH radikalı yoxdur. Deməli, mən radikal hissəyə dəymirəm, 54-də dəymirəm. Qeyri-radikal hissəni, bax, yenə burada 74-dən, deməli, amin qrupundan hidrogen, karboksil qrupundan da OH yoxdur. Deməli, su, yəni OH-la H nə qədər eləyir? Bir dənə su molekulu etmiş olur da. Deməli, 18 qram azalıb. Deməli, ortadakılar 56 olmuş olacaq. Sonuncuya baxıram ki, qeyri-radikal hissədə, yəni radikalsız hissədə karboksil qrupunda azalma yoxdur. Amma amin qrupunda bir dənə hidrogen azalıbdır. Deməli, qeyri-radikal hissənin kütləsi 74-dür. Ondan da bir çıxıram, eləyir 73. Bu birinci zəncirdə də belədir, ikinci zəncirdə də belədir. Yəni hər ikisində ortada olanların, baxın burada da həmçinin, hər ikisində ortada olan amin turşuların qeyri-radikal hissəsi, yəni radikalsız hissəsinin kütləsi 56 olmuş olacaq. Mən də məsələnin şərtinə əsasən, gəlin qaydaq bir dənə məsələyə. Mən məsələnin şərtinə əsasən ortada olan amin turşularının sayını tapdım 124. Onda bizdən sonda nə istəyir? Deyir, bu zülal molekulunun tərkibindəki 2 peptid rabitə əmələ gətirən, yəni ortada olanlar 2 peptid rabitə əmələ gətirir dedik. 2 peptid rabitə əmələ gətirən amin turşu qalıqlarının radikalsız hissələrinin kütlələri cəmi nə qədər olur? O da 56-dır. Biri 56-dırsa, 124-ü də vururam 56-ya. Cavabımız neçə eləyir? Cavabımız eləyir 6000, deməli 944. 6944.
44. Yəni məsələmizin cavabı eləyir 6944. Bu qədər düzdür. Biraz çox çəkdi məsələnin izahı. Hələ bəzi şeylərə hazırlamışdım da öncədən. Amma yəni ümid eləyirəm ki, faydalı olar. Çox sağ olun. Növbəti izahlarda görüşərik inşallah.